Deyirəm, bəzi insanlar bir şəhərin adını eşidib və onun ruhu haqqında hökm verirlər. Amma bir şey unudurlar. Şəhər sadəcə küçələrdən və ya binalardan ibarət deyil. Şəhər elə onu yaşadan insanın mədəniyyətidir. Gəncə isə sadəcə bir şəhər deyil. Bu torpaq əsrlərlə ədəb, tərbiyə və sözə dəyər verən insanların evidir. Kənardan gəlib burada yaşamaq olar. Hətta özünü Gəncəli belə adlandırmaq olar. Amma Gəncəli olmaq davranışdır. Bu qanla deyil, bu mədəniyyətlə sübut olunur. Ona görə də bir neçə nümunəyə baxıb bütöv şəhər haqqında fikir bildirmək ən azından ədalətsizdir və Gəncəni tanıyan bilir. Burada həya sözü elə həyat tərzidir. Sağ olun.